Salam əziz abituriyentlər. Biz bugün sizlərlə Şimali və Cənubi Amerikanın relyefi və faydalı qazıntılarını öyrənəcəyik. Şimali Amerika sahəsinə görə Avrasiya və Afrikadan sonra 3-cü yeri tutur və sahəsi 24,3 milyon kvadrat kilometrdir. Materik qədim Lavrasiya qurusunun bir hissəsidir. Biz öyrənmişdik ki, Lavrasiya qurusu Paleozoyda Pangeyanın iki hissəyə parçalanması nəticəsində şimalda qalan quru sahəsidir ki, burada iki materik daxildir: Avrasiya və Şimali Amerika. Şimali Amerikanın qərb hissəsi geosinklinal, şərq hissəsi isə platformadan ibarətdir. Materikin qərb hissəsində Kordilyer dağları yerləşir, şərqində isə qədim Apalaç dağları, eyni zamanda ovalıqlar, yüksəkliklər yerləşir. Biz öyrənmişdik ki, Kordilyer dağları Sakit Okean litosfer tavası və Şimali Amerika litosfer tavasının konvergent sərhəddindədir. Kordilyer dağları həm Kaynozoyda, bir hissəsi isə, yəni şərq hissəsi isə Mezozoyda formalaşmışdır. Kaynozoya daxil olan hissəsi sahil sıra dağlarıdır. Fikir verirsiniz, burada sahil sıra dağları yerləşir. Eyni zamanda Kaskad dağları da bura daxildir. Şərqində olan isə, yəni Mezozoyda formalaşan qayalı dağlardır ki, bunun da hündür hissəsi Elbert hissəsidir. Materikin ən yüksək zirvəsi 6194 metr olan Makkinli zirvəsidir. Ən çökək hissəsi isə Ölüm dərəsi adlanır və -86 metrdir. Dağların orta hissəsində isə yüksək yaylalar, platolar yerləşir ki, bunlara biz Meksika yaylasını, Colorado, Kolumbiya platosunu, Böyük hövzəni, eyni zamanda şimal hissədə Yukon yaylasını misal göstərə bilərik. Materikin şərqi hissəsində isə Meksika yanı ovalıq, Atlantik sahili ovalıq, eyni zamanda Mississippi çayının gətirdiyi çöküntülər nəticəsində yaranmış Mississippi ovalığı misal göstərə bilərik. Materikin mərkəzində böyük göllərin yerləşdiyi mərkəzi düzənliklər, ondan daha qərbdə isə bunu Kordilyerə keçid sayırlar. Deməli, böyük düzənlikləri misal göstərə bilərik. Gəlin materikin ucqar nöqtələrini öyrənək. Materikin şimal ucqar nöqtəsi Butya yarımadasında olan Merchison burnudur və Merchison burnu Kanada ərazisində yerləşir, Kanada Arktikasında yerləşir. Materikin cənub ucqar nöqtəsi isə Mariato burnudur və Panama dövlətində yerləşir. Buradakı Asuera yarımadasında yerləşir. Materikin şərq ucqar nöqtəsi isə deməli Labrador yarımadasında olan St. Charles burnudur. O da Kanadaya məxsusdur. Materikin qərb ucqar nöqtəsi isə Alaska yarımadasında, bu hissədə çıxıntı olan hissədə bir dənə də deməli Seward yarımadası var ki, bu yarımadada olan Wales şəhzadəsi burnudur və ABŞ-ın ərazisində yerləşir. Bu oldu bizim materikimizin ucqar nöqtələri. Şimali Amerika materiki qədim buzlaşmaya məruz qalmışdır və materikdə 32 dərəcə şimal enliyinə qədər buzlaşma mövcud olmuşdur. Buna görə də materik çox girintili, çıxıntılıdır. Materikdə şimal hissədə Baffin torpağını və burada ən böyük ada biz Qrinlandiya adasını, Devon adasını, Ellesmere adasını, Banks, Victoria adasını görə bilərik. Materikin şərq hissəsində, şimal şərqdə deyək biz buna, Newfoundland adasını görə bilərik. Qərbində isə materikdə Havay adaları, ABŞ-a məxsus Havay adalarını və bu hissədə Böyük Antil, Kiçik Antil adalarını görə bilərik. Böyük Antil adalarına Kuba, Yamayka, Haiti adası aiddir ki, bunlar materik mənşəli adalardır. Materik ümumiyyətlə 3 okeanla əhatə olunub ki, şimaldan şimal buzlu, şərqdən Atlantik okean, qərbdən isə Sakit okeandır. Materik Cənubi Amerikadan Panama kanalı vasitəsilə ayrılır. Deməli, Avrasiyadan isə Bering boğazı vasitəsilə ayrılır. Şimali Amerika materikinin indi isə gəlin yarımadalarına nəzər salaq. Materikin qərb hissəsində Kaliforniya yarımadası materikdən ayrılır. Çünki burada konvergent zonada, yəni toqquşma zonasında bir fay var ki, buna da San Andres fayı adı veriblər. Bu fay qırılır və qırılma nəticəsində Kaliforniya yarımadası materikdən ayrılır və bunun nəticəsində Kaliforniya körfəzinin sahəsi böyüyür. Materikin şimalında Alyaska yarımadası var.
Eyni zamanda burada dedik nə var idi? Stuart yarımadası var idi. Bundan başqa materikdə Butya yarımadası, Labrador yarımadası, Florida yarımadası, Yucatan yarımadasını misal göstərə bilərik. Materikin faydalı qazıntılarına nəzər salaq. Materikdə Apalaç dağları, şərq hissədə qədim Apalaç dağları yerləşir ki, bunu dağların deməli şimalı Kaledonda, cənubu isə Hertsində yaranmışdır və Apalaç dağları həm dəmirlə zəngindir. Eyni zamanda ABŞ-ın ən böyük daş kömür hövzəsi Apalaç dağlarında yerləşir ki, onun da ən hündür zirvəsi 2037 metr olan Mitchell zirvəsidir. Labrador yarımadasında və mərkəzi düzənliklərdə böyük göllər ətrafında dəmir faydalı qazıntısı zəngindir. Florida yarımadasında fosforit, eyni zamanda deməli Kuba adasında nikel var. Materikin qərbində Alyaska yarımadası qızılla zəngindir. Materikdə Meksika körfəzində, Atlantik sahili ovalıqda neft, qaz olduqca zəngindir. Şimali Amerikanın vulkanlarına nəzər salaq. Gəlin başlayaq Aleut adalarından. Şimal hissədə Kanaga, Şişaldina, Katmai vulkanı. Bundan əlavə burada Vinyaminov, İlyamun vulkanları da vardır. Daha sonra ABŞ-da Rainier, Shasta, daha sonra aşağıda deməli Meksika ərazisində Colima, Popocatépetl, Orizaba, Nikaragua ərazisində Momotombo, Guatemala'da Tajumulco vulkanı və burada Martinika adasında Montampele vulkanı da vardır. ABŞ-a məxsus Havay adalarında isə Mauna Loa, Mauna Kea və Kilauea vulkanları mövcuddur. Şimali Amerikanın relyefi bu qədər. İndi isə keçək Cənubi Amerikanın relyefinə. Əziz abituriyentlər, indi isə Cənubi Amerikanın relyefinə və faydalı qazıntılarına nəzər salaq. Cənubi Amerika 3 yarımkürədə yerləşir, şimal, cənub və qərb yarımkürələrində və qədim Gondwana qurusunun bir hissəsidir. Materikin sahəsi 17,8 milyon kvadrat kilometrdir. Materikin qərbində Nazca litosfer tavası ilə Cənubi Amerika litosfer tavasının toqquşması zonasında, yəni subduksiya zonasında uzunluğu 9000 kilometr məsafədə uzanan Ant dağları ilə əhatə olunmuşdur ki, bu dağlarda da çoxlu sayda fəaliyyətdə olan və sönmüş vulkanlar vardır. Eyni zamanda bu dağlarda yüksəklik, yaylalar çoxdur ki, Peru, Puna, Boliviya yaylasını misal göstərə bilərik. Bundan əlavə Boliviya və Çili sərhədində yüksək altiplano yaylası yerləşir ki, bu ərazinin də iqlimi quraqdır. Materikin ən yüksək zirvəsi Aconcagua zirvəsidir ki, deməli hündürlüyü 6959 metrdir. Ən çökək hissəsi isə Valdis yarımadasında olan Salinas Chicas gölüdür ki, onun da səviyyəsi -40 metrdir. Materikin şərq hissəsi dedik ki, platformadan ibarətdir və burada Braziliya yaylası, Amazon ovalığı, Gviana yaylası, Orinoco ovalığı, La Plata ovalığı yerləşir. Materikə məxsus adalardan Falkland adası, daha sonra Odlu Torpaq adası, Galapagos adalarını misal göstərə bilərik. Materik Şimali Amerika materikindən Panama bərzəxi vasitəsilə ayrılır. Deməli Antarktidadan isə Drake boğazı vasitəsilə ayrılır. Materikin ucqar nöqtələri şimalda Galinas, cənubda Floret, şərqdə Cabo Branco, qərbdə isə Parinas burunlarıdır. Materikin cənub hissəsi 4-cü dövrdə buzlaşmaya məruz qaldığı üçün biz bu hissədə həm girinti, çıxıntı, eyni zamanda fiordlara rast gələ bilərik. Materikin şərq hissəsində olan Braziliya yaylasında filiz ehtiyatları zəngindir. Bundan başqa Gviana yaylası, eyni zamanda Patagoniya yaylası da filiz faydalı qazıntıları ilə dəmir, manqan, nikellə zəngindir. Ant dağları bilirsiniz ki, yerli dildə mis deməkdir və Ant dağlarında Boliviya, Peruda qalay qurşağı yerləşir. Çili ərazisində şora, təbii gübrə olan şora ehtiyatı mövcuddur. Materikin neft-qaz ehtiyatı da şimal hissədə Venezuelada Maracaibo laqu mənşəli göldə mövcuddur. Orinoco ovalığı neftlə zəngindir. Daha sonra La Plata ovalığı neftlə zəngindir. Braziliya yaylasında kəllə qənd formasında relyeflər mövcuddur ki, bu relyef formaları turistləri cəlb edir. Gviana yaylasında tepuilər adlanan relyef forması
Buna başqaca Masavari dağlar da deyilir. Onun hündürlüyü 800-1800 metr yüksəkliyə qədər deməli çatır və o fiziki aşınmanın, kimyəvi və fiziki aşınmanın nəticəsində yaranmışdır. İndi isə gəlin materikin vulkanlarına nəzər salaq. Materikdə ekvatordan şimalda Ruis vulkanı yerləşir. Daha sonra Cotopaxi vulkanı yerləşir. Materikdə dünyanın ən hündür fəaliyyətdə olan vulkanı olan Lülelyako vulkanı yerləşir və ən hündür sönmüş vulkan olan buna Ojos de Salados və bəzən Chimborazonu da əlavə edirlər. Bundan əlavə fəaliyyətdə olan San Pedro vulkanını da biz misal göstərə bilərik. Materiki həm ekvator xətti kəsir, həm də cənub tropik xətti kəsir. Əziz abituriyentlər, bugünkü dərsimiz bu qədər. Sizə uğurlar.